Uşaqların biraz çətinlik çəkdiyi sual növlərindəndir. Bizə deyir ki, A-nın kvadratı B-nin kubuna bərabərdir. B-nin kvadratı C-nin kubuna. Bizə deyir A üstü 8-i C üstü x-dən ifadə edir. Yəni x-i bizdən tapın buradan deyir. Baxın, biz həm birinci ifadədə, həm ikinci ifadədə B-ni görürüksə, deməli biz burada B-ləri bərabərləşdirməliyik ki, A-la C-ni ifadə edə bilim ki, bundan cavabı tapa bilim. Bax, burada B-nin kubudur, burada B-nin kvadratıdır. Bunların ortağı nədir? B üstü 6. Düzdürmü? O zaman mən bunu B üstü 6-ya gətirmək üçün nə etməliyəm? Hər tərəfi kvadrata yüksəltməliyəm. Düzdürmü? Hər tərəfi kvadrata yüksəltəndə nə olur? A üstü 4 bərabər olur B üstü 6-ya. Burada bunu B üstü 6-ya gətirmək üçün nə etməliyəm? Hər tərəfi kuba yüksəltməliyəm. Nə olur? B üstü 6 bərabər olur C-nin üstü 3 3-ə vuranda 9. Aha. Hər ikisi B üstü 6-dırsa, deməli A üstü 4, C üstü 9 avtomatik bərabər olur. A üstü 4 bərabər olur nəyə? C üstü 9-a. Bizə isə şərtdə deyir ki, A üstü 8 bərabərdir C üstü x-a. Deməli, mən bunu bir dəfə də kvadrata yüksəltsəm, olur nə? A üstü 8 bərabər olur C üstü 18-ə. Deməli, mənə verilən şərtə əsasən görürəm ki, A üstü 8 bərabər C üstü x-in yerində 18-dir. Deməli, x-imiz bərabərdir 18-ə. Bu qədər yoldaşlar. İnşallah aydın olmuşdur.